Yasine Benzia. Qarabağın indiki mərkəz hücumçusu olan Yasin Benzia futbola Lyon Akademiyasında başlamışdır. Akademiyada yaxşı performans göstərən Yasin Benzia bir ildə Lyonun A klubunda oyun göstərmişdi və gələn sezon Lille onu tamamilə öz əhatəsinə götürmüşdü. 2018-2019 ilində qardaş ölkə olan Türkiyəyə, Fənərbağçaya icarə əsasında transfer olan bu futbolçu Fənərbağçada yaxşı bir performans göstərə bilməmişdi. Baş məşqçi Ersun Yanal performansı heç bir şəkildə xoşuna gəlməmişdi. Hətta Fənərbağça illərində Fransada bir şəkildə küçə futbolu oynadıqda çıxan görüntüləri Ersun Yanalı heç xoşuna gəlməmişdi. Sonra Olympiakosa icarəyə getdi. Ən son 1,50 milyona doğma şəhəri Fransaya Diona klubuna transfer olub. Burada da tutuna bilməyən Dionda ondan sonra Hatayspor onu icarəyə götürüb. Hataysporun ona üzü gözü alışmışdı. Təbii ki də Türkiyədə çıxış etmiş bir futbolçunun Hatayspora getməyi heç bir şəkildə sürpriz deyildi. Axırda pulsuzlara düşmüş, klub tapa bilməmiş və axırda yolu Qarabağa kəsişmişdi. Qarabağda ilk sezonunda elə də gözə dəyməyən Yasin Benzia umudları yenə tükənmişdi. Amma Yasin Benzia heç bir zaman təslim olmadı. Gələcək sezon, yəni keçən sezon yaxşı bir performans ortaya qoyan Yasin Benzia Qarabağın ən böyük, önəmli oyuncularından. Yasin Benzia üçün Qarabağda hər şey çox gözəl davam edir. Yasin Benzia hər zaman, hər yerdə danışdıqda bunu bəlli edir ki, Qarabağdakı illərimi gələcəkdə şamla axtaracağam. Buranı çox sevmişəm. Məşqçini, oyunçular ilə çox yaxşı uyum saxlamışam. Biz bu bir ki, bir klub deyilik, biz bir ailəyik. Bu sözləri ilə Space Sporta şərhini bildirən Yasin Benzia Qarabağa gəldikdən sonra Milliyə, Əlcəzairə də seçilmişdi. Əlcəzairdə hətta möhtəşəm bir qol ilə yadda qalan, çərçəvə adlanan qol ilə yadda qalan akrobatik bir vuruşla Puskasda ikinci yer tutmuşdu. Qarnaçonun arxasında ikinci yerdə. Videomuza bəyənib like atmağı, kanala abunə olmağı unutmayaq. Hər biriniz sevilirsiniz. Gələcək videolarda hansı futbolcunu istəyirsinizsə kommentlərdə bildirin.